Avropada daha bir NATO üzvü olan dövlət məcburi hərbi xidmət sisteminə geri dönüb. Bu barədə Union Agentliyi məlumat yayıb. Məlumata görə Xorvatiya 17 illik fasilədən sonra hərbi çağırışı yenidən bərpa edib. İlkin mərhələdə 800 gəncin çağırılması planlaşdırılır ki, onların yarısı könüllülərdən, 10% isə qadınlardan ibarət olacaq. Növbəti illərdə isə hər il təxminən 4000 gənc hərbi hazırlıqdan keçəcək. Zaqreb hökuməti bu addımını Avropadakı təhlükəsizlik mühiti və Rusiya-Ukrayna müharibəsi ilə əlaqələndirib. Xatırladaq ki, Fransa prezidenti Emmanuel Macron 2025-ci ilin noyabr ayında verdiyi bəyanatda 2026-cı ilin yay mövsümündən etibarən ölkədə könüllü hərbi xidmət modelinin tətbiq ediləcəyini açıqlamışdı. Dövlət başçısı xüsusilə vurğulamışdı ki, çağırışçı gənclər Ukraynada gedən döyüşlərə göndərilməyəcəklər. Bundan əvvəl isə Almaniya Silahlı Qüvvələrində hərbi çağırışı bərpa etmək qərarını açıqlamışdı. Bu təşəbbüs birbaşa NATO-nun strategiyasına və ehtimal olunan müharibəyə hazırlıq məqsədinə xidmət edir. Yeni qaydalara əsasən gənclərin hərbi xidmətə yararlılıq səviyyəsi yoxlanılacaq və əgər könüllülərin sayı yetərli olmasa, əlavə çağırışçılar püşkatma yolu ilə seçiləcək. Almaniyanın Müdafiə naziri vətəndaşlara müharibədə iştirak etməmək öhdəliyinin də təmin ediləcəyini vurğulayıb.